Bizim dərsin ümumi mövzusunun adı nədir? Xoşbəxtliyə gedən yol. Xoşbəxtliyə gedən yol. Onu yaddan çıxartmır. Hamı xoşbəxtliyi axtarır. Hamı. Qarışqadan da filə qədər. İnsanlar da onun içində. Hamı xoşbəxtliyi axtarır. Xoşbəxtliyi də ki, axtaranlar tapa bilir. Xoşbəxtliyi öyrənənlər tapır. Bu bir sirdir. Bəli, bu bir sirdir. Ona görə təsadüfi deyil ki, Krishna Bhagavad-gitədə deyir. Minlərdən biri kamilliyə can atır. Minlərdən biri kamilliyə can atır. Kamilliyə çatmış minlərdən biri isə mən olduğum kimi tanıya bilir. Minlərdən biri isə məni olduğum kimi tanıya bilir. Necə var? Gör nə qədər qiymətlidir. Deyir, minlərdən biri oturmuş. Minlərdən biri oturmuş. Ona görə bizə Şrila Prabhupada mərhəməti ilə bizə belə bir şey düşürdü. Əlimizə. Elə bir şey ki, o bizi elə bir şey ki, o bizi yaxşı mənada ümumi kütlədən ayırır. Yaxşı mənada, pis mənada. Keçən dəfə biz danışdıq, keçən dəfə üçüncü dərsimizin adı nə idi? Kimin adındadır? Üçüncü dərsin adı nə idi? Bəli, vedaları necə dərk etməli və yaxud veda biliyini necə əldə etməli? İkincinin axırında verilən sualdır. İkincinin axırında verilən sual üçüncüyə adı da olmasa ondan girişi olur da, ondan başlayır dərs. Elə bir hər bir dərs özündən bir sual doğurur ki, növbəti dərs üçün. Buna görə də vedalar necə dərk etməli dərsin adıdır və yaxud veda bilini necə əldə etməli, bu da dərsin sualıdır. Təhsilin vacibliyi ondadır ki, burada maddi dünyada maddi mövcudiyyat belədir ki, maddi mövcudiyyatda biz tamamilə cəhalətə qapılmışıq. Yəni ki, cəhalətə qapılmaq o deməkdir ki, insanın özünü bədənlə eyniləşdirmə faktoru çox güclüdür. Bədənlə özümüzü bu ətlə sümüklə eyniləşdiririk. Biz hesab edirik ki, bu ətlə sümük mənəm. Prabhupada buna deyir ki, bu cəhalətin girişidir. Bu cəhalətin girişidir. Prabhupada deyir ki, özünü bədən saymaq cəhalətin girişidir. İstəyir insan alim olsun, istəyir filan, milyoner olsun, kim olur olsun. Əgər insan sayırsa ətlə sümük, mənəm şəxsiyyətim. İndi biz özümüz öz nümunəmizdə görə bilərik ki, bu qədər fəlsəfə öyrənirik, bu qədər filan geçməkənlərə də bizdə bu məsələ durur. İndi gör nə qədər bu ciddi bir söhbət. Bilikdə o deməkdir ki, mən özümü bu ətlə sümükdən seçməyə bacarıram. Bilik bu deməkdir. Bilik bunu vermirsə, o bilik deyil, informasiya. Bəli, əsl veda biliyordur ki, mən özümü ətlə sümükdən seçirəm. Yerdə qalan, bu dünyanın yerdə qalan nə qədər məsələsinin adını çəksəz, hamısı açarı budur. Bununla ora girmək olar. Nə məsələnin adını çəksəz. Ailə qurmaqdan, torpaq əkib becərməkdən, kosmosa uçmağa qədər istənilən məsələdən danışsaq, bu onu açardır. Ona görə də Krishnanın fədaisi bu məsələni, bu fəlsəfəni yaxşı dərk edəndə istənilən sahənin mütəxəssisi ola bilər. İstənilən sahə.
sosiologiya, yoga, filosofiya, nə bilim, ailə, nə bilim, siyasət, hər sahənin mütəxəssisi ola bilər. Krishna fədalisi. Bu fəlsəfəni başa düşdü. Hansı fəlsəfəni? Bunu özünü, Veda bilir, özünü ətlə sümükdən seçən fəlsəfə. Özünüzü ətlə sümükdən. Bunu da bilib gedək həyatına Tətbiq eləməli. Yox, təbii, bəs elə biz dərsi başlanğıcında nə dedik? Dərs başlayanda dedik ki, Veda fəlsəfəsinin adi fəlsəfələrdən fərqi ondadır ki, bu elə belə kabinet fəlsəfəsi deyil, oturasan orada danışdın, dağılışdın. Bu fəlsəfə belədir ki, bu fəlsəfə canlıdır. Bu fəlsəfə canlıdır. Yəni, bu fəlsəfə insanda keyfiyyət dəyişikliyi edir, bilirsən? İnsanda keyfiyyət dəyişikliyi edir. Bilik keyfiyyət dəyişikliyi edən şeyin deyirlər. Eləmirsə, o bilikdir. O bilik deyil, informasiyadır. İnformasiya. İnformasiya da biz bilirik nədir? Mövcud olan analizindən əldə olunmuş material informasiyadır. Bəli. Ona görə biz iki yerə böldük, hə, biliyi. Dedik, birinin adı Arohapantha, doğan bilik, Avarohapantha, enən bilik. Hare Krishna. Arohapantha, enən bilik, doğan bilik, Avarohapantha, enən bilik. Biri doğan bilik, biri... Sən keçən dərs vardı mı? Biri enən bilik, biri doğan bilik. Biz bunu öz dilimizdə, Azərbaycan dilinin sadə formasında. Mən xoşlayıram onu ki, biz çox fəlsəfiyə varmayaq, elə belə o şey, ağır terminlərə. Hare Krishna. Hare Krishna, welcome. Biz ağır fəlsəfiyə varmadan sadə öz Azərbaycan dilimizdə bunu başa düşmək üçün dedik ki, doğan bilik o deməkdir ki, İnsan öz hisslərinə, ağlına əsaslanaraq əldə olunan bilikdir bu. Amma bu bilik nə səbəbi olur, nə məqsəd olur, nisbi bilik sayılır. Aha, düzdür. Sonra İnsan öz Arohapantha biliyi nə deməkdir? Doğan bilik nə deməkdir? İnsan öz mövcud olan analizindən çıxan bilikdir. Bir də ki, insan öz hisslərinə və dərrakəsinə inanaraq. Əsaslanaraq. Ay, sağ ol. Dünyavi alimlərin məsəl üçün getdiyi yol budur. Bəli. Yəni ki, burada siz dediyiniz, ikisinin də dediyi düzdür. Burada, deməli, burada əsas məsələ ondandır ki, başqa heç bir əlaqə yoxdur, heç arayla əlaqə söhbəti yoxdur. Sadəcə olaraq əlimizin altında nə var? Özümüzün imkanlarımız, duyğu vasitələrimizlə analiz edirik. Gözümüz, ağzımız, qulağımız, burnumuz, ağlımız, dərrəkəmiz. Bunu analiz edirik və oradan nəsə çıxardırıq ortalığa. Və burada keyfiyyət dəyişikliyi baş vermir insanda. Ona görə ki, çox vacib şeydir, momentdir. Çalışın, dərk edək, başa düşək. Prosta əzbərləməyək. Burada keyfiyyət dəyişikliyi baş verir ona görə ki, bu əldə olunan bilik bizim məhdud imkanlarımızla əldə olunur. Məhdud imkanlarımızla. Deməli, biz belə bir söz deyərdik, keçən dəfə dedik ki, deyir ki, müasir alimlərin, müasir siyasətçilərin problemi ondadır ki, onlar elə fikirləşirlər ki, bir şuur səviyyəsində yaratdıqları problemi həmən şuur səviyyəsində də həll edə bilərlər. Bu, onların problemidir. Yəni, müasir dünyanın idarə edənləri, onlar müəyyən bir səviyyədə, özlərinin şuur səviyyəsində problemlər yaradıblar. İndi bu şuur səviyyəsini saxlaya-saxlaya o problemi necə həll edə bilərsən? Ne deyil mi? Deməli, o problemi həll eləmək üçün gərək biraz yuxarı qalxasan ki, onu həll edə bilərsən. İndi ona görə biz əqli, hissi səviyyədə əldə elədiyimiz informasiya ilə özümüzü dəyişə bilməzik. Məni dəyişmək üçün gərək bunlardan yüksəkdən bir şey gəlsin. Oradan yüksəkdən olmalıdır ki, məni dəyişsin də, artıq olmalıdır. Hisslərin vasitəsilə dərk elədiyim məni dəyişə bilməz axı, çünki mənim hisslərim məhduddur. Ona görə mənim açıqladığım da məhdud bir şeydir. Bu məhdud bir şey məni necə dəyişə bilər? Mənim
əbədiyyətə həvəsim var. İçimdə əbədiyyətə. Mənim gözəlliyə, həzzə həvəsim var içimdə. İstəyim var. Daim. Özdə qısa yox, həmişə. Bunu hisslərin və ağlın vasitəsilə, məhdud hisslərin və ağlın vasitəsilə əldə elədiyim informasiya bunu məmnun eləmir. Bu qalır. Ona görə də alim dəstəsi bugünkü, onlar nə qədər qazıb çıxardılar, nə qədər analiz edirlərsə də bu qalır, bu problem həll olunmamış qalır. İstək, insanın içindəki bu istək qalır. Hə, o istək də böyük rol oynayır, elə belə şey deyil. Bəli, əbədiyyət istəyi, həzz istəyi, xoşbəxtlik istəyi, özdə bitməyənini, əvəz olunmayanını. Çünki bu olmayanda peşmançılıq, razı-şərəfaniyə, peşmançılıq və məyusluq baş alıb gedir. Və peşmançılıqdan, məyusluqdan da bəzi məsələlər doğur. Yəni, insanlar peşmançılıq, məyusluq halına gələndə onların həyata münasibətləri başqa cür olur. Peşman olan insanlar, məyus olan insanın münasibəti necə olur? Onda onlar ifrata varırlar hissi həzdə, ifrata gedirlər. Azərbaycanda belə bir söz var, ifrata varmaq. Bunlar hamısı nədir? Bunlar hamısı məyusluqdan və qeyri-məmnunluqdan olur. Qeyri-məmnun. Bu nəyə görə? Çünki bu informasiya dəyişiklik eləmir. Ona görə biz dedik, aroha pantha. Aroha pantha. Bu doğan bilik, mövcud olan analizindən doğur və insanda keyfiyyət dəyişikliyi eləməyə qadir deyil. Niyəsini izah elədim. İkincisi, avaroha pantha. Avaroha pantha bu yenən bilik, transcendent bilik. Transcendental bilik. Yox, bu hələ üçüncüdən danışıq, təkrar edirəm ki, biz tez keçək dördün. Çəkin, özünüz üçün qeyd eləyin. Krishna belə deyir Bhagavad Gita'da, görürsünüz? Kobud bədəndən yuxarı hisslərdir, hisslərdən yuxarı ağıl da, ağıldan yuxarı dərrəkət, dərrəkədən yuxarı can, candan yuxarı tanrıdır. Burada da deyək ki, mülkiyyət. Mülkiyyət, var dövlət. Bilik, maddiyyatın analizindən əldə olunanda, maddi mövcud olan analizindən əldə olunanda, o, bizim hisslərimiz, ağlımız, bunların qeyri-mükəmməlliyi ondadır ki, onlar kobud materiya ilə əlaqədardılar hamısı. Kobud materiya ilə əlaqədardır bunlar. Yəni, bunlar mahiyyətdə duran, gözə görünməz, dərk olunmaz qanunlardan kənardadırlar.
mahiyyətdə hər şeyin mahiyyətində duran gözə görünməz və dərk olunmaz qanunlar var. Məsəl üçün, hisslər və bədən heç cür başa düşə bilməzlər ki, qocalmaq nə deməkdir. Qocalmaq qanundur da. Bunlarla başa düşmək mümkün deyil ki, bunlar niyə bədən nə üçün qocalır, hisslər nə üçün, gözüm niyə getdisə zəifləyə gedir, qulağım eşitmir, dişlərim tökülür. Bunların səviyyəsində bunu başa düşmək, bu qanundur, hansı ki, bunlar qanuna tabidirlər də, qanuna tabidirlər. Maddi bədən, hisslər qanuna tabidir. Yəni nəyi? Materiyanın 6 etapdan keçməyini. Ona görə buradan analiz olunan bilik və əldə olunan informasiya insanda keyfiyyət dəyişikliyi eləmir. O sadəcə olaraq insana deyək ki, şərait yaradır ki, o bunları dayanmadan məmnun eləməyə çalışsın. İstifadə edir. O informasiyanı istifadə edir ki, bunları dayanmadan məmnun eləsin. Hansı ki, mümkündür. Amma bilik buradan gələndə transcendentdən. Bu elə bir ki, doğan bilik budur, yenən bilik budur. Amma bilik transcendentdən gələndə, buradan, Tanrıdan, yuxarıdan gələndə, enəndə, şagird ardıcılığı parampara vasitəsilə. O, elə bir ki, transcendental təbiətdə olduğuna görə, yəni ki, bu maddi enerjinin qanunlarından kənardadır. Bu maddi enerjinin qanunlarının orada rolu yoxdur. Bu, buradan gəldiyinə görə, baxırsınız, bax, buradan gəldiyinə görə bu bilik yuxarıdan düşür. O bilik, bu maddi enerjinin qanunları təsir altında deyil. Maddi enerjinin 3 qunası var, ya ehtiras, cəhalət, xeyirxahlıq. Yaratma, saxlama, dağılma. Bir də maddi enerjinin 6 etapdan keçməyi, təzahür eləməyi, bir müddət qalmağı, böyüməyi, bir müddət qalmağı, əlavə məhsullar verməyi, üzülüb əldən düşməyi, bir də məhv olmaq. 6 dənədir, yazmışsınız onu, özü sizdə var. Maddi enerjinin 6 etap. Buradan doğan bilik bunların təsir altındadır. Bu 6 şeyin, bir də o 3 quna. Amma buradan gələn, o tam transcendental təbiətdədir. Yəni, nə 3 qunaya tabidir, nə də maddi enerjinin 6 dəyişməsini. Bu bilik, Tanrının təbiətindən, bir də ruhi canın təbiətindən bəhs edir. Sonra bunlarla olan münasibətindən bəhs edir. Sonra bu bilik, bu mövcudiyyatın ali məqsədindən bəhs edir. Nə üçün? Təyinatından bəhs edir. Çünki bu qüdrətlidir. Hər şey bunun iradəsi ilə mövcuddur. Ona görə transcendentdən gələn bilik, xaraktercə bunlardan üstün olduğuna görə, yəni ki, maddiyyatın və 3 qunanın təsir altında olmadığına görə, o bunları özünün iradəsinə uyğun dəyişə bilir. Buradan alınan bilik nə qədər inkişaf elətdirilirsə, bilik maddiyyətin analizi ilə əldə olunub, kobud maddi bədən səviyyəsində, hissləri məmnun eləməklə məşğuldur. Ağıl ona qoşulur. Ağıl da qoşulur ora. Məsəl üçün, maddi bədən tələbat kimi, bədənin tələbatı kimi, hissləri özünə qoşur. Hissləri məcbur edir ki, bizim maddi bədənimiz dilimizi, gözümüzü, qulağımızı, burnumuzu, bunlar hamısını məcbur edir ki, bu bədənin məmnunluğu üçün nəsə eləsin. Kabab yesin, nə bilim da, pivə içsin, nə oyundan çıxır, hisslər. Hissləri özünə tabi elətdirir. Başa düşdünüz nə deyirəm? Bu aşağıdan gələn bilik, aruxopantxa. Bu biliyin xarakteri elədir ki, tərkib hissəsi elədir. Maddiyyətin analizindən çıxıbdır. Maddi bədənin və hisslərin köməyi ilə dərk olunmurdur, analiz olunur. Ona görə o bilik yuxarıdan aşağı özünə tabi elətdirir. Hissləri özünə bədən tabi elətdirir. Sonra hisslərlə bədən bir yerdə ağılı özlərinə tabi elətdirirlər. Ağılı tabi elətdirirlər özünə, bizə işlə. Ağıla deyirlər ki, bizə işlə. Ağıl dərrakəni özünə tabi elətdirir. Yuxarı ilə əlaqə yoxdur ona görə. Yuxarı ilə əlaqə yoxdur. Komanda aşağıdan gəlir. Əmr
aşağıdan gəlir. Bildiniz nə? Komanda. Əmr aşağıdan gəlir. Ona görə aşağıdakilər yuxarıdakiləri özlərinə tabe elətdirirlər. Dərrəkə ruhi can enerjisindən istifadə edir. Hamısı bir yerdəyik, amma dərrəkə oradan. Buna da Tanrı təmin edir. Buna deyirlər, belə kobud dildə desə, hamısı bir yerdə Allahı istismar eləməyə çalışır. Tanrı'nın, İşopanişadın beytidir. Buna deyirlər, bu sistemə deyirlər materializm. Materializm. Materializm o deməkdir, materiya. Yəni, materiyanın komandasına tabedir hamı. Tanrı'nın da, bax, Tanrı'nı da götürüblər. Tanrı, məsəl üçün, Allah alə şəxs oturub ürəyimizdə var, bütün enerjisi oldu, düzdür. İnsan Tanrı'nı tanımayan insan nəylə məşğuldur? Tanrı'nın hər bir şeyini, özünün maddi tələbatlarını istifadə eləmirmi? Ha? Tanrı'nın günəşini də, işığını da, ayını da, küləyini də, yağışını da, torpağı, hər şeyini maddi cismi üçün də eləyir, düzdür. Yəni ki, buna deyirlər istismar da, ali məqsəd yoxdur, yəni istismar. Buna, bax, buna deyirlər materialist. Buna deyirlər, məsəl üçün, maddi hisslər, belə bir söz var, maddi bədən, maddi hisslər. Ha. Buna deyirlər, maddi ağıl, belə söhbət var, materialni maddi ağıl, materialni razum, maddi dərrakə, belə yaza bilərsiniz üçün. Maddi ağıl, hisslər, maddi ağıl, maddi dərrakə, canan maddi deyə bilməsin ki, bu ruhdur, bu ruhidir. Amma bura qədər maddidir, maddi deyilir. Siz Bhagavad Gita oxanda rast gələsiniz. Maddi bədən, maddi hisslər, maddi ağıl, maddi dərrakə. Bu maddiləşmə prosesi. Belə olanda heç ruhi canın varlığı şübhə altına alınır. Materialist heç inanmır ki, ruh var. Elə deyil. Çünki tamamilə bura qapılıblar, bura qapılıblar. Komanda buradan gəlir, əmr buradan gəlir, istək buradan gəlir, arzu buradan gəlir, hamısı buradan gəlir. Ona görə Allahın varlığı ilə canın varlığı şübhə altındadır. Bəlkə də heç yoxdur. Kim bilir? Mülkiyyət elə, hər şey elə mülkiyyətin üstüdür. Ona görə də məsələn, materialist sivilizasiyanın insanların içinə girsən, ruhdan danışanda, candan danışanda, Tanrıdan danışanda, belə də, biganə belə, sübut olunmamış şeylərdir. Nə üçün? Buna deyirlər materializm, maddiləşmə prosesi. Amma bilik buradan gələndə, baxın, bilik buradan gələndə Tanrıdan, Tanrının iradəsi, transendental dünyanın, ikilikdən məhrum olan, transendental, zamanın təsiri altında olmayan, transendental dünyanın təbiəti açıqlananda, Tanrının iradəsi deyiləndə cana. Tanrı ilə can, ruhi can eyni təbiətdədirlər. Keyfiyyətcə eynidirlər. Ona görə onların iradələri, istəkləri də oxşardır. O görə Tanrıdan bilik cana gələndə, Tanrı ruhi cana veriləndə, ruhi can özünü, biz özümüzün ruhi can haqqında, Bhagavad Gita'da oxunanda ruhi təbiətimiz vardır, bilik əldə edəndə, onda bizdə istək dəyişikliyi baş verir, arzu dəyişikliyi baş verir. Bunu bilməyəndə, özümüzün can haqqında bilməyəndə, Tanrı ilə əlaqəmiz olmayanda, biz özümüzü cisim sayırıq deyənə, bütün arzularımız, istəklərimiz cisimdən doğub gəlir. Cisimdən, bədəndən. Amma biliyi alandan sonra arzuların keyfiyyəti dəyişir, istəklərin keyfiyyəti dəyişir, tərkibi dəyişir. Çünki Bhagavad Gita'da da Krishna deyir ki, elə mənim məqsədim sizdə istək dəyişikliyi eləməkdir. İstəyiniz, arzunuz dəyişsə, onda sizin bütün hər şey, şuurunuz dəyişəcək, həyatınız dəyişəcək. Yəni, özünü bədənlə, cisimlə eyniləşdirmisənsə, arzuların, istəklərin də cismi və bədəni aiddir. O rifahına, yemək, içməyinə, sağlam olan, komfortuna və s. Fəlsəfən də ona aiddir, təlim, tərbiyən də ona aiddir, təhsilin də ona aiddir, tibbin də hamısı ona aiddir. Ətindən sümüyə. Arzular, istəklər də ona aiddir. Heç var, düzəl biləcəksin ki, düzəl. Hə, elə belə gedəsən. Materializm buna deyirlər. Amma bilik buradan gələndə, cana, Tanrıdan cana veriləndə və sən fəlsəfi biliklə təmin edəndə ki, sən ruhi cansan, sən başqa bir varlıqsan, bu ətdən, sümükdən fərqli bir şeysən. Onda o ruhi cana lazım olan məsələlər, onun arzusu, onun istəyi, onun komfortu, onun rahatlığı, onun qidası məsələləri çıxır ortalığa. Mənim ruhi can kimin arzum, istəyim nədir? Mənim ruhi can kimi qidam nədir? Ruhi can kimi mənim
arzum nədir, ruhi can ki, mənim təbiətim necədir, ruhi can ki, mənim formam necədir, tərkibim nədən ibarət və s. ruhi can ki. Biləndən sonra onda əmr buradan başlayır gəlməyə. Başa düşdünüz? Əmr. Ona görə deyir, Allahın əmri gəlir, Allahdan gəlir. Uca əmr buradan gəlir, yəni Tanrı ilə canın istəyindən. Tanrı ilə can başlayırlar özündən aşağıda olanlara göstəriş verməyə. Və can uca dərrakiyə özünü bunun üçün yaxşı nədir, pis nədirin formulasını verir. Deyir ki, mənim üçün yaxşı nədir, pis nədir, bu budur. Bu deyir, bu deyir. Diktavat edir buna ki, mənim üçün yaxşı nədir, pis nədir, bu budur. Bu da bu formula alandan sonra bu formulanı plusla minusu verir buna. Çünki ağlın funksiyası ya qəbul eləməkdir, ya rədd eləməkdir. Başqa yox, o analiz eləyə bilmir. Ağıl analiz eləmək qabiliyyəti yoxdur. Analiz eləmək qabiliyyəti dərrakədədir. Bildiniz? Necə ki, balaca uşağına anası deyir ki, heç harada yemək yemirsən. Başqasının evində yemək yemək olmaz. Vəssalam, uşağa yazır bura. Uşaq hara gedir, harada yemək qabağını qoyurlar, yemir. Anam deyib ki, yemək olmaz başqasının evində. Uşaqda da qanmır. Bu ancaq bunu da 2 saat analiz elə ki, əşi, mənə olarlar. Başa düşən deyir, uşağa formulu qoyub anası ki, başqa evdə yemək olmaz. İndi ağıla da, ağıl uşaq kimidir. Dərrəki ona deyir ki, yaxşı ilə pis budur. Bax, buna gələr hə deyərsən, buna da yox, vəssalam. Buna hə deyir, buna da yox, rədd elə. Ağlı təmin elədi. Ağıl da başlayır hisslərin üzərində bir qadirlik eləməyə. Rəhbərlik eləyir ki, hisslərə deyir ki, məsəl üçün, dərrakədən informasiya gəlib ki, siz ora bax, gözlərə deyir ki, siz ora baxa bilməzsiniz. Dilə deyir ki, siz bunu yeyə bilməzsiniz. Əmr yuxarıdan gəlir, başa düşdünüzmü? Hisslər də tabi olurlar ağla. Hisslər də belə eləyəndən sonra bədən başlayır bunlara uyğunlaşmağa da. Maddi bədən başlayır. Buna deyirlər ruhiləşmə prosesi. Başa düşdünüz nə tər? Niyə görə ruhiləşdi? Çünki arzu, istək, hökm, əmr yuxarıdan gəlir. Və bunlar başlayırlar özlərinə tabi elətdirməyə. Can dərrakənin özünə tabi elətdirir. Dərrakə ağlı özünə tabi elətdirir. Ağıl hissləri özünə tabi elətdirir. Hisslər də bədəni özünə tabi elətdirirlər. Tabi. Maddi bədəndə öz mülkünü özünə tabi elətdirir. Başa düşdünüz? Tabi elətdirmə, əks tabi elətdirmə baş verir. Son nəticədə də hamı kimə tabi olur? Tanrıya. Krişnaya tabi olur. Tabi eləmə prosesi. Onda bu prosesə deyirlər ruhiləşmə prosesi. İnsan bu prosesdə kamilləşəndə ruhani ustad olur. Ruhani ustad, ruhiləşib onun bədəni. Ona görə ruhi şəxsiyyətlərin bədənlərinə deyirsə ibadət edilir. Çünki onların bədənləri ruhiləşibdir. Yəni ruhun və Tanrının iradəsinə tabi olunduranda bunların hamısı. Bunlarda ruhiləşmə prosesi gedir. Bəs bunun nəticəsi, o birisinin nəticəsində nə gedir? Degradasiya. Bəli, maddiləşmə gedir. Canla Tanrının mövcudiyyatı tamamilə şübhə altına qoyulur. Necə yoxdur. Kim şübhət edir? Kim onu sübut edir? Ruh var, can var, Allah var. Buna deyirlər Aroha Panta, Avaroha Panta. Aroha budur, enəndir, doğan bilikdir. Yəni bax, aşağıdan tabi oluna gedir. Avaroha isə enən bilikdir. Elə bir ki, bu quyu məsələlərinə gətirəyim. Düşmüşəm quyuya, çıxmağın 2 yolu var. Biri odur ki, mən quyudan divarlarda belə deşiklər edeyim, belə. Ayaqlarımı qoya o deşiklərə qoya, belə çalışım ki, quyudan çıxım. Yaxud da ki, oradan nə bilim, daşdan, kəsəkdən qazımı qoyum ayağımın altına, belə çıxım da. Bu bir variantdır. Yəni, özüm divarlarda deşik eləyirəm belə. Ayaqlarımı qoyuram deşiklərə, belə. Çalışıram çıxım da. Bu bir variant. O da orada o qədər təhlükə var ki, sürüşsən, daha geyib bir də düşəsən quyun dibinə, qolun qıçın da sına bilər. Biri də var ki, mənə çöldən kəndir salılır. Çöldən, kimsə çöldədir, ayağı bərk yerdədir. Buradan bir də kəndir sallayır. Deyir ki, tut o kəndirin aşağısından, tutaracağından, vəssalam səni dartıb çıxacaq. Hətta ya o da dartıb çıxacaq, ya özüm mən belə tuta gedirəm. İstənilən halda hansı daha düzgün variantdır, hansı əlverişli variantdır?
yuxarıdan kəndiri salıb. İndi bax kəndir sallanmaqla quyudan çıxmağa deyirlər avaro qapantığa. Amma quyuda belə bir deşiklə eləyib çabalamağa deyirlər aro qapantığa. Yəni ki, materialist insanın bu dünyanın analizi ilə özünə nəsə burada quracaq ki, deyir birdən hansı olmuş, deyir ki, yığışmışdılar ki, Allaha lənət tikəcək. Nə deyir? Nərdivan, qullə tikəcək. Tikirlər bir momentə gəlib çatanda dayanırlar, dağılır, tökülür İran. İndi ona görə xoşbəxtlik axtarışı, bu da hər ikisi xoşbəxtlik axtarışıdır. Hər iki halda insan xoşbəxtlik axtarır. Amma biri gördüyümüz kimi maddiyyətin analizi ilə nə eləmək? Hə, xoşbəxtlik mümkündür ona görə çünki nə bədən, nə hisslər, nə ağıl, nə də dərrakə. Bunların heç birinin xoşbəxtlik duyğusu yoxdur. Xoşbəxtlik duyğusu bunların heç birində yoxdur. Xoşbəxtlik duyğusu bundadır. Xoşbəxtlik duyğusu olmayanla biz xoşbəxtlik axtarırıq. Hə, xoşbəxtlik duyğusu olmayanı xoşbəxt eləməyə çalışırsan. Bunlarda xoşbəxtlik duyğusu yoxdur. Bu ölü materiyadır. Biz ölü materiya. Canlı budur da, canlı. Bəli. Ona görə də xoşbəxt olan budur, bir də budur. Və indi bütün sistemi bunun üstündə izah eləməyi istəmirəm, vaxtımız azdır. Hər şey. Ailə həyatını bunun üstündə izah eləyək, ər-arvad münasibətini, tibbi, hər şeyi bunun üstündə izah eləyə bilərik. Bu mexanizmin üstündə. Ona görə dedik ki, qəbul olunan avaro xapantıxadır. Avaro xapantıxada nisxa gəşdir, yəni enəm birikdir ki, o da əldə olunur Tanrının mötəbər nümayəndəsini dinləməklə, şabda pramanı. Yadınızdadırmı? Şabda pramanı. Mötəbər şəxsi dinləmək yolu ilə əldə olunur. Ona görə ki, mötəbər şəxs o müəyyən kvalifikasiya əldə edibdir. Müəyyən bir kvalifikasiya əldə edibdir ki, o həmin o biliyi bizə verməyin qaydasını və bir də onun təbiətini bilir. Bəli, kvalifikasiya mən deyəndə onu demək deyirəm. Yəni, kvalifikasiyası var ki, o görür. Onun görmə qabiliyyəti, onun ruhi görmə qabiliyyəti var. Ona görə biz dedik ki, bunun üçün hansı iki dənə beyti dedik. O beytləri kim yazmadı? Biri Bhagavad Gita'dan, bir də Şrimad Bhagavatamdan. Biri Bhagavad Gita'dandır, bir də Shveta Upanishad'dan. Dördüncü deyirsən, fəsir ruhani ustad seçməliyiz. Ona, yəni ki, müjdəsinə xidmət eləməliyik. Çünki onlar bizə bir həqiqəti göstərirlər. Həqiqi bilik haqqında, yəni məlumat verirlər. Bir də dördüncü fəsil 34-cü beyt. Ruhun diktəsi olduqca, mən necə sizə dedim, ruhun diktəsi. Ruhi canı bir də Tanrının diktəsi. Olduqca da, onda dərrakə də, ağıl da, hisslər də ruhun istifadəsində olurlar. Sözmü? Dərrakə ruhiləşir, ağıl ruhiləşir, göz ruhiləşir, o deməkdir ki, gözdən ruhi can baxır. Ona görə deyir ki, duxovnu uchitel, ruhani ustad həqiqəti görür. Çünki həqiqətlə baxır da, deyir, mahiyyəti görmək üçün gərək mahiyyətinlə baxasan. Bir şeyin mahiyyətini görmək üçün gərək özünün mahiyyətinlə baxasan. Öz mahiyyətin nədir? Ruhdur. Haçan gözdən ruh baxacaq, onda sən ətrafında hər şeyi ruhi görürsən. Tanrını görürsən. Çünki sənin gözünlə ruhi can Tanrı baxır. Belə olanda deyirlər ki, onlar həqiqəti görürlər. Çünki onların gözündən həqiqət özü baxır. Tanrıya təslim olanda sənin gözündən o baxır. Bir də ki, Nizamda ruhani ustadda da dedi ki, Tanrının mərhəmət mücəssiməsidir. Tanrının mərhəmətlə biz həqiqəti öyrənməyə başlayırıq. Bəli. Mən prosto mexanizmin dedim sizə. Mexanizmin, prosesin o
nə deyək, kobud mexanizmi istədim ki, necə baş verir. Tad vidi pranipatena pariprashnenes və upadekşanti gyanam gyannas tatva darshana. 4.34 Bhagavad Gita. Tərcüməsi necə idi? Dəqiq tərcüməsi necə idi? Bu biliklər şair. Yox, o deyil. Həqiqəti bilmə çatan Bəli. Sarsılmaz Dur. inanmalar. 4.34. Həqiqəti bilmə üçün Ruhani Ustad 4.34. Ruhani Ustada yaxınlaşıb mütləq və xidmət elə, özünü dərk etmiş belə canlar sənə həqiqi bilik vermək iqtidarındadırlar, çünki həqiqəti görənlərdir. Sizdə yoxdur o? Ha? Var. 4.34. Biri də, o birisi də Shvetashvatara Upanishad 6.23. Onun da tərcüməsini oxuyur. İndi oxuduğu şey. Misal oxudu. Ruhani Ustad. Ruhani ustada və Allah ali şəxsə eyni zamanda sarsılmaz inam olan insanlar Vedaların bütün sirləri öz-özünə açılır. Belə insanlara Vedaların sirləri öz-özünə açılır. Ruhani ustadla Tanrı eyni cür inam olanlara Vedaların sirri öz-özünə açılır. Görürsünüz nətər mexanizm qurulur. Mexanizm nətər qurulubdur? Hazırdır. Mexanizm hazırdır. Sadəcə olaraq onunla getmək lazımdır. Vedaları ilə ruhani ustad şəriqanı göndərilsə daha yaxşı olar. Çünki çox dərindir Vedalar. Bizim fəlsəfə, Bhagavad Gita fəlsəfəsi, bizim oxuduğumuz Śrīmad Bhagavatam fəlsəfə. Fəlsəfə insanın ağlının arqumentlərini sındırmaq üçündür. Bizim ağlımızın özünə məxsus arqumentləri var. Həyat barədə, xoşbəxtlik barədə, hər şey barədə ağlın özü arqumentləri var. Sonra ağlımızın arqumentləri hələ bizim anartxalarımıza da əsaslanır. Qəlbimizin, ürəyimizin çişlərinə də əsaslanır. Onlardan doğa bilir, ağlın arqumentləri. Sən deyirsən, mən bunu eləyəcəm, ağlın deyir, mən onu istəmirəm. Mən onu istəyirəm, o birisini göstərir. Niyə? Öz arqumenti var. Ağlımızın öz arqumentləri var. Bizim ağlımızın arqumentləri, şübhələrimiz də onun içindədir. Cürbəcür şübhələr yaradırlar. İndi biz Bhagavad Gita fəlsəfəsini oxuyanda, Veda fəlsəfəsini öyrənməyə çalışanda ağlın arqumentlərini sındırır ki, bu. Çünki bunlar axı hardan gəlirlər? Ağıldan çox yüksəkdən gəlirlər. Ağıldan güclüdür bu fəlsəfə. Tanrının səviyyəsindən gəlir Bhagavad Gita. Tanrı görüş hardadır hələ. Ortada can var, dərrəkə var, ağıl görür, orada dördüncüdür. İndi buradan bu bilik gəlir, ağlın arqumentlərini sındırır, tökür hamısını ki, çünki o güclüdür axı. Niyə? Çünki insan bu avtoritet sistemi qəbul eləsin. Sistem öz-özünə işləyir. Sən sistemi qəbul edəsən sadəcə və ona əməl edəsən. Ruhani ustad seç. Ağlın kişilərdə xüsusən də bu güclüdür. Kişilər. Ağıl ikisi niyə görə, nə üçün, o kimdir? Məsəl üçün deyirəm da. Mən ondan əskiyəm, ya filan. Xeyli buna bənzər, xeyli. Yox, birazdan da indi yox da, indi yox. İndi yox, hələ yox. 1 ildən sonra, 2 ildən sonra baxaram, 5 ildən sonra. Gələn həyatımda baxaram. Ağlın arqumentləri də hamısı. İndi o deyil, indi bax, gedək o deyil, filan şey var, gedək elə. Gəzmək var, nə bilim, park var, filan peşmək. İndi gedək ora. Ağlın arqumentləri də gözəl söz. Amma fəlsəfəni regularını oxuyanda, başa düşəndə, bu ağlın arqumentlərin adamın özünün gücü çatır, öz ağlına nəzarət eləsin. Ağlın arqumentlərini sındırır, tökür yerə ki, sən sistemi qəbul edəsən. Çünki sistem öz-özünə işləyir. Sistem oradan qurulur. Tanrı qurubdur bizim üçün. Hare Krishna mantranı tərənnüm elə sistemdir də, qurubdur. Arxasında böyük fəlsəfə dur. Amma sənə deyir ki, prost oxu da o. İndi o prost oxumaq üçün sən gör ağlın nə qədər dalaşmalısan. Boğuşmalısan ağlınla ki, ay ağıl, imkan ver də, hələ imkan ver. Qoy oxuyum da, bu qurulub bu sistem. Eləcə də bu ruhani ustad seç. İkincisi də burada yazır ki, ruhani ustadla Allah ali şəxsə eyni qədər inamımız varsa, onda Vedaların fəlsəfəsi öz-özünə açılır. Nə üçün? Sual, nə üçün?
Mümkün. 5 ardıcılıqlar var idi də, hansı ki, bəs siz bilirsiniz. Bu da deyir ki, ruhani ustadla Tanrıya eyni dərəcədə inam olanda Veda fəlsəfəsinin mahiyyəti öz-özünə açılır insana. Mexanizmi öz-özünə işləyir. Çünki ruhani ustad özü açır. Ruhani ustad Tanrının O ki, bizə görünən Tanrının özüdür. mücəssəməsi. Bizim gözümüzə görünən. Ruhani ustadın buna dəxli yoxdur. Bu sualda ruhani ustaddan danışmaq lazım deyil. Ruhani ustad qədər, əgər imanın varsa, sənə hər şey açılır. Ruhani ustad qoyur qırağa. İndi cavab ver, mən bilmirəm bunları. Mən heç kim bilmirəm. Yox, ruhani ustadla Eyni dərəcədə imanın... Yox, ruhani ustadla eyni dərəcədə yox. Eyni dərəcədə yox. Bu ruhani ustad, bu da Tanrı. Bunlara, onlar qədər yox. Onlara eyni qədər inamı olmaq. Yəni quruya Allah qədər inanırsan. Allahın özü qədər inanırsan. Ha? Eyniləşdirmirik. Ona qədər inanırsan. Tanrıya inandığın qədər quruya inanırsan. Qədər, eyni qədərdə inam olanda Veda biliyi öz-özünə açılır. Niyə? Bilirsiniz niyə üçün? İndi mən deyim. Siz dediklərinizdə də həqiqət var. Bhagavad Gita'nın 13-cü fəslində 12-ci, 8-12-ci beytlərin bircə yazılışı var. Krishna orada deyir ki, bilik nədir, cəhalət nədir? Biliyin 22 faktorunu sadalayır. 13-cü başlıq 8-12-ci beytlər. İstəyirsiniz qeyd edin. Orada Krishna sadalayır, bilik 22 dənə faktor deyir. Deyir ki, bunlar bilikdir. Yerdən qalan hamısı cəhalətdir. Orada başda bir siz nə gəlir? Başda mütilik gəlir. Krishna deyir ki, ruhani ustada görsən, öyle ki, ruhani ustada yaxınlaş, ona müticəsinə sual ver və xidmət elə. Bu mütiliyə görə biz müti mövqeyimizə, şagird müti mövqe tutanda, onda həqiqət öz-özünə açılır. Amma hələ ki biz özümüzdən danışır, mənəm deyirik, təkəbbürlüyük, bilik açılır. Mənəm deyənə qədər bilik açılır. Müti mövqe tutanda. Onun üçün ruhani ustadı seçib, ruhani ustada inanmaq, ona xidmət eləmək mütili əlamətidir. İnsanda mütili əlamət. Axı bütün dini sistem var ki, deyir ki, Allahdan başqa hər şey yalandır. Bütpərəstlik. Ancaq Allah, vəssalam. Görürsünüz, bu da bir baxışdır. Burada mütilik yoxdur. Люди обычно говорят, я никому не верю. Vəssalam. Burada mütilik yoxdur. Amma fikirləşmir ki, heç ölkənin prezidenti səni tanımır. Tanımaq da istəmir. O da olsun ki, Allah. Milyon. Sən hardan bilirsən ki, Tanrı sənin özünə götürür xidmətə? Prezidentliyindən səni heç yaxına buraxmaq istəmir. İndi o da olsun ki, o buydu Tanrı. Ona görə Hare Krishna mantranın tərcüməsi nətərdir? Biz Krishna deyir ki, izin ver ki, biz sənə xidmət edelim. İcazə ver. Hələ biz Krishnadan icazə istəyirik ki, o bizə icazə versin ki, ona xidmət edelim. İrani mənim elə bir ki, düzdür razı ikimizdə. Ola bilər ki, yəni bu sözünə deyirəm, öz şagird də hiss eləməlidir ki, bu qarşıdakı məsələn, ruhani ustadır məsələn. Bəli. Bu olmaz. Çünki oturacaq məsələn, ola bilər ki, çox ziyalı saat. Düzdür. Oturur danışar saatlar var. Sən məni qabaqlamaq istəyirsən. Çünki bizim 4-cü dərsimiz budur. Sənin dediyin bizim 4-cü dərsimizdir. Qabağa qaçmaq istəmir. Həqiqi olmağını, yalan. O bizim 4-cü dərsimizdir. Tələsmə. O bizim 4-cü dərsimizdir. Amma indi prosto belə izah elədik ki, ruhani usta Tanrının mərhəmətidir və biz də bilirik ki, Veda biliyi elədir ki, Tanrının mərhəməti olmadan başa düşmək mümkün deyil. Ona görə ruhani ustadı qəbul etmək həm o mərhəməti əldə edirsən ki, o mərhəmətin sayəsində sən o biliyi başa düşürsən. Ruhani ustadın mərhəməti sayəsində. Tanrının mərhəməti ruhani ustad vasitəsilə verilir. Bir də ki, sən onu qəbul edəndə özünü bütün mövqeyə qoyursan, şagird mövqeyinə qoyursan. Şagird mövqeyi çox vacibdir. Şagird. Bunun ətrafında bizim uzun-uzadı söhbətimiz olacaq. Şagird mövqeyi nədir? Bir də bizim 5 dənə ki yazmışdı. Onları da deyin tez-tez. Ruhani ustad seçəndə insanda 5 ardıcılıq vardır. Necə insanda bu dərk eləmə prosesi necə gedir? Avaroha Pantha.
necə baş verir? Təlim, təhsil şagirdlə müəllim arasında hansı ardıcıllıqla baş verir? 5 dənə bir deyin. Birincisi Bizi öz hisslərimiz vasitəsilə baş verir. öz hissləri vasitəsilə. Yəni ki, ruhani ustada açar edir. Yəni öz nümunəsini öyrədən. Şagird ruhani ustadını diqqətlə necə edir? Müşahidə edir. Görmək, dinləmək. Görür, qulaq asır onu. Və o müəyyən qədər onda gedir. Anlama prosesi baş verir. Öz ruhani ustadının gözü ilə baxır da, öz gözü ilə protyakşa elə hissləri vasitəsilə. Baxır ki, o nətər oturur, nətər durur, nətər danışır, qulaq asır ona, nətər yemək yeyir. Yəni, onun hərəkətləri ilə nəsə götürür şagird, ustadı. Onda eyni zamanda bu başqasının hissləri vasitəsilə gedir. Növbəti odur. Növbəti? Növbəti odur ki, ruhani ustadı təqlid elədikcə başlayır, bunda ruhani ustadın keçir buna. Onun kimi baxmağa başlayır, yəni ətrafı onun səviyyəsinə görməyə başlayır. Ruhani ustadı qəbul edib onu təqlid eləməyə başlayanda şagird ruhani ustadın şuurun təsiri altına düşür. İstər-istəməz ruhani ustadın təsiri şagirdinə gedir. Çünki bu elə bir ki, bu şuur altı baş verir. Tədricən baş verir. Şagird özündən də asılı olmayaraq başlayır ruhani ustadın gözü ilə baxmağa, ruhani ustadın qulağı ilə eşitməyə. Çünki ruhani ustadı sən axı bütövlüyünə qəbul edirsən. Ruhani ustad avtoritet yemək qəbul edirsən, hətta inanırsan ona. Və bunların hamısı sənə imkan verir ki, ruhani ustaddan bütün bu şeyləri tədricən sənə keçsin. Tədricən. Az-az. Şagirdin səmimiyyəti miqdarında, ciddiliyi miqdarında. Üçüncüsü, bilavasitə dərk eləmə. Ruhani ustadın rəhbərliyi altında baş verir. Yəni, dinləyir ruhani ustadını və təkrar edir. Bu zaman bir şagirdində realizasiya. Şagirdin özündə realizasiyalar başlayır oyanmağa. Şagird özü başlayır ruhani ustadın ona dediklərini şəxsi həyatında hiss eləməyə, duymağa. Belə şagird başlayır öz məntiqi ilə, yəni düşünür, doğru, düzgün hərəkət eləməyə başlayır. Bəli, belə şagird öz məntiqi ilə başlayır düşünməyə. Dördüncüsü, vəhlər. Yəni, mantra oxuyursan, kitab oxuyursan, yaxud da ki, leksiya qulaq asan, bir də basın ki, müəyyən bir şeyin açılışı baş verdi səndə. Bir şeyi başa düşdün. İndiyə qədər başa düşmədiyin bir şeyi başa düşdün. Barmağı dişləyirsən ki, ey dili qafil. Ey dili qafil, sən demə gör nəymiş məsələ. Sən demə çox sadə imiş, mən də elə bildim mürəkkəb bir şeydir. Yəni, insanda ağlında mürəkkəb tellər qırılır, sadələşir. Onda vəhilər, yəni açıqlamalar tez baş verir. Və sən indiyə qədər mürəkkəb gördüyün şeyi çox sadə görsən və uzun müddətdə inana bilmirsən ki, ola bilməz ki, bu məsələ bu qədər sadədir. Belə mənim yanımdaymış ki, mən gedib onu. Haysa o. Buna deyirlər, bax, vəhilər ki, sən indiyə qədər sənə çox çətin və qəliz görsənilən şeylər çox asan göstərir. Sən nə asan şeymiş bu. Mən deyə bildim ki, bu çətin. Bu baş verir. Dördüncü səviyyədə bu baş verməlidir şagird. Beşincidə ruhu görmə qabiliyyəti. Yəni ki, ruhu reallığı başlayır müşahidə eləməyə şagird. Şagird. Bu da deyir ki, yəni hansısa bir təbiətin maddi, yəni Şagird material bir şeyə baxır. O görə bilir ki, şagirddə görmə qabiliyyəti inkişaf edir. O görür ki, bu maddi dünyanın mexaniki qanunlarından qıraqdadır ruhu reallıq. Onu açılır. Seçə bilir, ayıra bilir. Yəni, material ilə ruhini ayıra bilir ki, bu material nədir, bu ruhidir. Və bununla əslində heç bir qarşılacağı yoxdur. Heç qarışmır da. Bu sadəcə olaraq bu öz illüziyasına görə bunu istismar eləməyə çalışır. İllüziyası Rusiya vətənində bundan aralanır, başqa bir şey deyil. Bu qabiliyyət şagirddir.
Bir də axırıncı hansı şey Krishna'nın bilik haqqında dediyi 9.2. Bu biliklər biliklər şahasirlər Sillersin. O saf bu bilik. bilikdə, o saf bilikdir. Bu bilikdədir. İnsan öz deyir, mənini Dərk dərk eləməyə başlayır. Buna görə də Dini kamil sayır. dinin kamil zirvəsidir. Bu Dinin bilikdir, əbədidir. Dini kamil zirvəsi mən özüm mənəvi tərk eləməkdir. Düzdür? Məhəmməd bin Safullah deyirdi ki, din səmimiyyət deməkdir. Mən də sizə dedim, səmimiyyət həmişə nə deməkdir? Səmimiyyət həmişə özün ruhun rifahından çıxış eləməyə deyirlər. Görürsən, burada demə dinin kamilliyi özü ruh içib dərk eləyib, onun kamilindən çıxış eləyəndə sən səmimisən. Ona görə Məhəmməd Peyğəmbər deyirdi ki, din səmimiyyət deməkdir. Burada buna görə Krishna deyir ki, bu bilik insanı öz ruhi, canını dərk eləməyə imkan verdiyinə görə din kamilliyidir. Yəni dinin ən mükəmməl səviyyəsi budur. Salışı nətərdir? Bu bilik. Bu bilikdir, əbədidir və onu dərk etmək xoşbəxtliyə gətirir. Sevinç gətirir. Gördünüz biz necə xoşbəxtlik axtarma analiz. Gəldik çatdı. Gəlib çatır. Görsən, Krishna deyir ki, bunu dərk eləməyə bacarsanız, sizə sevinç gələcək, xoşbəxt olasınız. Krishna söz verir orada, görürsünüz. İtaq keçdik 4-cü dərsə. Bu sualı nə ilə tutardı? Həqiqi ruhani ustadı necə tanımalı? O yalançı deyil, Hansı həqiqidir keyfiyyətlərə malik və olmalı? hansı keyfiyyətə malik olmalıdır? Hansı sual? Bu 4-cü dərsin sualıdır. 4-cü dərsin sualı. 4-cü dərsimizin adı Həqiqi ruhani ustadın keyfiyyətləri. 4-cü dərsin sualı Kачество истинного духовного учителя. Həqiqi ruhani ustadın keyfiyyətləri. Yəni sən Vüsalın dediyi məsələdir, sualdır. Həqiqi ruhani ustad necə olur? Nə tərif biləsən ki, bu həqiqi ruhani ustaddır, şarlatan deyil. Fırıldaqçı deyil. Şrimad Bhagavatam 11.3.21. Şrimad Bhagavatam 11-ci nəğmə 3-cü başlıq 21-ci beyt. Yazı 11.3.21. Şrimad Bhagavatam 11.3.21. 11-ci nəğmə 3-cü başlıq 21-ci beyt. Tasmad gurum prapadita Jijnasuh shriya uttamam shabde pare chanishnatam brahman upashamshrayam. Tasmad gurum prapadita Jigyasuh shriya uttamam shabde pare chanishnatam brahman upashamshrayam. Tərcüməsi Tərcüməsi Buna görə də həqiqətən xoşbəxtlik arzulayanlar ruhani ustad axtarmalı. Ruhani ustad axtarmalı və tapdıqda ona sığınmalıdır. Və tapdıqda da ona sığınmalıdır. Nöqtə. Поэтому на самом деле те, кто ищет счастье, да? Поэтому любой, кто ищет истинного счастья, должен искать духовного учителя. Найдя его, принять у него прибежище. Ona görə də həqiqi xoşbəxtliyi axtaran ruhani ustad, həqiqi xoşbəxtliyi arzulayan ruhani ustad axtarmalı, tapdıqda isə ona sığınmalıdır. Nöqtə. Dalıca. Ruhani ustadın keyfiyyətləri belədir. 2 nöqtə. Bu bir həmən o beytin tərcüməsidir. Bunun hamısı bir beytdir. Ruhani ustadın keyfiyyətləri belədir. 2 nöqtə. Предаться ему, да? Tapdıqda ona sığınmalı.
Saflıqda ona sığınmalıdır. Найти у него прибежище. Ruhani ustadın keyfiyyətləri belədir. 2 nöqtə. O, müqəddəs kitabların bu bir cümlədir əslində. Mən nöqtələrlə də elə bir ki, bir dənə beytdir, bir neçə cümlədən ibarət. O, dəqiqliyi ilə müqəddəs kitabları öyrənib, tam dəqiqliyi ilə, diqqətlə və yaxud diqqətlə müqəddəs kitabları öyrənib, indi deyəcəm, o müqəddəs kitabları öyrənib, onların məğzini dərk edib, onların mahiyyətini dərk edib. Və istənilən insana onların həqiqiliyini sübut eləməyə qadirdir. Və istənilən insana onların həqiqiliyini sübut eləməyə qadirdir. Yəni, o müqəddəs kitabların mahiyyətini o qədər dərindən dərk edib ki, o istənilən insana onların həqiqiliyini sübut eləməyə qadirdir. Cümlə belədir. Onun birinci keyfiyyəti budur. Müqəddəs kitabların mahiyyətini o dərəcədə dəqiqliyi ilə, mahiyyətini o qədər dəqiqliyi ilə öyrənib bilir ki, istənilən insana onların həqiqiliyini sübut eləməyə qadirdir. Yenə nöqtə. Axırıncı cümlə. Və bütün maddi baxışları buraxıb, bütün maddi təsəvvürləri buraxıb, baxışları ya təsəvvürləri və bütün maddi təsəvvürləri buraxıb, Allah ali şəxsdə sığınacaq tapmış və bütün maddi baxışları, maddi təsəvvürləri buraxıb, Allah ali şəxsdə sığınacaq tapmış. Allah ali şəxsdə sığınacaq tapmış. Belə böyük insanları ya belə böyük şəxsiyyəti, necə istəyirsiniz yazın, belə böyük insanları bütün maddi baxışları və təsəvvürləri buraxıb, Allah ali şəxsdə sığınacaq tapmış belə böyük insanları, böyük şəxsiyyətləri həqiqi ruhani üstad hesab eləmək lazımdır. Yaxud həqiqi ruhani üstad qəbul etmək lazımdır. Həqiqi ruhani üstad kimi qəbul etmək lazımdır. Ya da həqiqi ruhani üstad hesab olunmalıdır. Belə yazın, belə insanlar həqiqi ruhani üstad hesab olunmalıdırlar. Bu bir dənə beytdir. Tasmat Gurum Prapadita Jigyasu Shreya Uttamam Shabde Parachanishnatam Brahmani Upasham Shraya Upashama Shraya. İndi burada gördünüz ki, ruhani üstadın, həqiqi ruhani üstadın kvalifikasiyasından söhbət gedir. Hansı keyfiyyəti var onun? O, müqəddəs kitabların mahiyyətini, məğzini dərindən öyrənib elə bilir ki, istənilən insana onların həqiqiliyi sübut eləməyə qadirdir. Və o, bütün maddi fəaliyyəti, maddi təsəvvürləri, maddi baxışları yerə qoyub Tanrının nilüfər qədəmlərinin özünə sığınacaq tapıb.
belə şəxsi, belə böyük şəxsi ruhani ustad qəbul eləmək olar. Теперь по-русски можете? Любой, кто по-настоящему желает истинного счастья, должен искать духовного учителя. Найдя его, принять у него прибежище. Квалификация духовного учителя такова. Он осознал заключение священных писаний, тщательно изучив их, и способен убедить других в истинности. Таких великих людей, принявших прибежище у Верховного Господа, оставивших все материальные взгляды, следует считать истинным духовным учителем. İndi burada biz nədən söhbət elədik? İki dənə indi özünüzə qeyd edin. Bu beytdə, özünüzə yazın, qeyd edin. Bu beytdə iki əsas və bir ikinci dərəcəli ruhani ustadın, yazın, bu beytdə ruhani ustadın iki əsas və bir dənə ikinci dərəcəli keyfiyyətindən söhbət gedir. Bu beytdə ruhani ustadın iki əsas, bir dənə də ikinci dərəcəli keyfiyyətindən söhbət gedir. Bir dənə də ikinci dərəcəli. Bu beytdə ruhani ustadın iki əsas və bir ikinci dərəcəli keyfiyyətindən söhbət gedir. İndi onları qeyd edəcəyik özümüz üçün. Əsas keyfiyyətlər. Yazırsınız 2 nöqtə. Əsas keyfiyyət. İki əsas, bir də ikinci dərəcəli keyfiyyət. Yazırsınız iki əsas keyfiyyətlər 2 nöqtə. Əsas keyfiyyətlər 2 nöqtə. Birinci qoyursunuz. Birinci qoyursunuz. Birincisi odur ki, birinci keyfiyyəti odur. Əsas keyfiyyətlərindən birincisi. Müqəddəs kitabları tam diqqətlə öyrənib, onların mahiyyətini dərk edib, тщательно изучил, Смысл, да? да, заключение, суть. Mahiyyət su. Mahiyyət öyrənib. O müqəddəs kitabları tam diqqətlə, dəqiqliyi ilə öyrənib, mahiyyətini dərk edib və istənilən insanı onların həqiqiliyini sübut eləməyə qadirdir. Siz beytdə bunu yazmışdınız. Bunu yazırsınız onun birinci keyfiyyəti kimi. Yazmıyor ama böyle qabaqsına var 1, 2 yoxsa necə? Yox, bunu ayrıcana yaz da ora. Prosto beytdə yazmışdınız deyirəm bunu. Prosto bunu götürürsünüz, birinci keyfiyyət kimi yazırsınız. Deməli, müqəddəs kitabları dərindən öyrənib, mahiyyətini dərk edib, o dərəcədə ki, istənilən insanı onların həqiqiliyini sübut eləməyə qadirdir. Можно изучать. Он осознал священное писание так, тщательно изучает, так, что способен убедить других в истине. Это первое его качество. Onların həqiqiliyini istənilən insanlar sübut eləməyə qadirdir. Bu onun birinci keyfiyyətidir. Qurunun, ruhani ustadın birinci keyfiyyəti. Birinci əsas keyfiyyəti. İkinci əsas keyfiyyəti. Birinci əsas keyfiyyətinin şeyləri var. Bəndləri var. Gəlin onları da yazalım. Vaxtımız var. Bəndləri. İkinci də başlanmıyor. Yox, hələ ikinci başlanmıyor. Bu birinci əsas keyfiyyəti var. Müqəddəs kitabları dərindən dərk eləyib və bu istənilən insanı bunu sübut eləməyə qadirdir. Bunun bəndləri var, yazın. 6 dənə bəndi var. A bəndi qoyun, A bəndi, B bəndi, belə. A bəndi. Yəni, bu nə deməkdir də? Bu birinci nə deməkdir? Analizi, başa düşdün nə tərəf? Bu birinci bəndin analizi. Yəni, nə deməkdir ki, o müqəddəs kitabları dərindən dərk edib və istənilən insanı sübut eləməyə qadirdir, nə deməkdir? A bəndi. O, heç vaxt müqəddəs Veda ədəbiyyatında olmayan şeydən danışmır. Yəni, Mötəzədə yazırsınız ki, uydurmur. Özündən heç nə uydurmur. O heç vaxt Veda ədəbiyyatında olmayan şeydən danışmır. Mötəzədə yazırsınız ki, yəni heç nə uydurmur. Не спекулируем? Не выдумывает.
ничего, и все говорит, все, что в ведической литературе написано. Birdən biri belə Veda ədəbiyyatında olmayan şeydən sual verir bana. Məsələn, başı çatmır. O cavab verir. No, o da mesela orada ki Veda edebiyatında olmayan şey yoktur. Ha. Ve yazdığınız böyle. Нет, нет, еще Нет, никогда ничего не выдумывает. И Да. говорит, И не говорит ничего, что не входит в ведическую literatуру. И мыслит категориями совершенно писать. Ve müqəddəs kitabların yox, hələ bunun dalısıdır. Və müqəddəs kitabların kateqoriyasında düşünür. Müqəddəs kitablara əsasən düşüncəsi müqəddəs kitablara əsaslanır. Belə yazın, kateqoriya rusçadır. Düşüncə tərzi müqəddəs kitablara əsasən. Yəni müqəddəs kitablara əsasən düşünür hər şeyi. İkinci B bəndi. и мыслит категориями. Да, священных писаний. Ha, ikinci B bəndi. Daim müqəddəs kitabları öyrənməklə məşğuldur. Baxmayaraq ki, başa düşmək, amma daim onları öyrənməklə məşğuldur yenə də. Yəni, niyə? Yazıb ki, daim müqəddəs kitabları öyrənməklə məşğuldur. Yəni ki, özünü ruhi biliyin bilicisi hesab eləmir. O özünü ruhi biliyin bilicisi hesab eləmir. Əksinə, bilicisi hesab eləmir. O özünü ruhi biliyin bilicisi hesab eləmir. Əksinə, dayanmadan birlikdə mükəmməlləşməyə can atır. Əksinə, dayanmadan mükəmməlliyə can atır, mükəmməl biliyə can atır. Постоянно изучать Священное Писание, не считать себя знатоком духовных знаний, напротив, постоянно совершенствуется. Böyle. Əksinə, daim birlikdə mükəmməlliyə can atır. Bu birlikdə mükəmməlliyə can atır. Значит, если мы не изучаем Священное Писание, это означает, что мы считаем себя знатоками. Да. И как только мы перестаем изучать. Но потом Священное А духовный учитель hakkında deyilir ki, он не перестает. Да. И поэтому он и духовный учитель. И что совершенствуется? Напротив, постоянно совершенствуется в знании. Üçüncüsü B, V. Heç vaxt sadhulara əks danışmır. Möminlərə, övliyalara əks getmir. O heç vaxt möminlərə və övliyalara əks getmir, çıxış eləmir, əks danışmır onlara. Kontur getmir. Söhbətində o olmur. Yəni onun danışığında heç vaxt olmur ki, hansısa möminə və müqəddəs şəxsiyyətə əks gedir, əks söz deyir. Он никогда не противоречит. Sadhum Svitum. Не противоречит. Da. Dördüncüsü, ruh həyata aid olan istənilən suala cavab verməyi bacarır. Ruh həyata aid olan istənilən sualı cavablandıra bilir. А садху это не означает святой? Da. Sadhu это на санскрите, да? Никогда не противоречит садху святой. Да. Так. А дальше? Daşı, ruh həyata aid olan istənilən suala cavab verə bilir. На любой вопрос, касающийся духовности. Yazdınız? Haripire yazdı. Beşincisi, öz nümunəsi ilə öyrədir. Yəni öz nümunəsi ilə də öyrədir də. Dediyinə özü nümunədir. Öz nümunəsi ilə öyrədir. Axırıncısı, altıncısı da hamıya qarşı dost münasibətindədir. Bütün insanlara qarşı dost münasibətindədir. İndi
əsas keyfiyyətin bu birincisi idi, düzdür, yazdınız. Qurunun əsas keyfiyyəti dedik, müqəddəs kitabların mahiyyətini dərindən öyrənir, başa düşür və istənilən insanı bunun həqiqiliyinə sübut eləmək qadirdir. Bu birinci keyfiyyətidir, bu 6 dənəsi də onun açıqlaması idi. İndi ikinci keyfiyyəti isə, orada beytdə yazmışdıq ki, o, ikinci keyfiyyəti, o Allah ali şəxsdə sığınacaq taparaq, ruhi səviyyədə bərqərar olmuşdur. У Верховного Господа утвердился на духовном уровне. O Allah ali şəxsdə sığınacaq taparaq, ruhi səviyyədə bərqərar olubdur. Yəni öz mövqeyini tutubdur. Allah ali şəxsdə sığınacaq taparaq, yəni ki o ruhi səviyyədə bərqərar olub. Yəni ruhani ustadan ruhi səviyyədə mövqedə bərqərar olmağın səbəbi odur ki, o Allah ali şəxsə sığınır tamamilə. Təhvil verib özünü ona, təslim olur. İndi bunun da 4 dənə bəndi var, onları da yazarım. Sığınacaq taparaq. Ruhi səviyyədə bərqərar olub. Na duxovnum olur. İndi burada 4 dənə bunun açıqlaması var, yazın. A bəndi. O heç vaxt demir, dırnaq açırsınız. O heç vaxt demir, dırnaq açırsınız, dırnaq işarəsi. Yazırsınız, mən Allaham. Yəni, quru heç vaxt demir ki, mən Allaham. Həqiqi quru heç vaxt demir, mən Allaham. Çünki bunu biz nə üçün deyirlər? Çünki Hindistanda çox özünə Allaham deyənlər var. O heç vaxt demir ki, mən Allaham, dırnaq arasında. İkincisi, ancaq Allah haqqında və Allahla əlaqədar şeylər haqqında danışır. Ancaq Tanrı haqqında və bir də Tanrı ilə əlaqədar şeylər haqqında danışır. Məsələlər barədə danışır. Говорит только о Боге и то, что связано с ним. Üçüncüsü, daim müqəddəs adları təkrar edir və onların şöhrətini təbliğ edir. Daim müqəddəs adları tərənnüm edir və onun şöhrətini təbliğ edir. Üçüncüsü, daim müqəddəs adları tərənnüm edir və onun şöhrətini təbliğ edir. Bu ikinci şeydir, əsas keyfiyyətin açıqlaması. Святое имя и проповедует слава святое. Daim müqəddəs adları tərənnüm edir və onun şöhrətini təbliğ edir. Və dördüncüsü də sədaqətli xidmətə aludə olmuşdur. Aludə olmaq bizdə nədir? Paqlaşon. Sədaqətli xidmətlə, Tanrıya sədaqətli xidmətlə aludə olmuşdur. Yəni, paqlaşon da, Azərbaycanda paqlaşon, aludə olmaq. Paqlaşon. Elə də aludə olub, tam özünü əsir eləyib. Pasvitil yazılmır, da paqlaşon yazılır. Pasvitil olanda əsir eləyib. Boğu da. Paqlaşon predan служение Boğu. Tanrıya sədaqətli xidmətlə aludə olub. Yazdı. Deməli, biz dedik ki, 2 dənə əsas keyfiyyətlər bunlardır. Birincisi, müqəddəs kitabları dərindən öyrənibdir, istənilən insanı inandırmağa, sübut eləməyə hazırdır. İkincisi də Allah ali şəxsdə öz sığınacaq tapıbdır və ruhi səviyyədə bərqərar olubdur. Ruhani üstəddə 2 dənə belə güclü keyfiyyət olmalıdır. Burada bir dənə ikinci dərəcəli keyfiyyət var.
O da odur ki, o То, что он оставил все материальные взгляды, ha? то, что он оставил все материальные взгляды. Niyet. Yox, baxmırdım. Üçüncüsü, ha, indi o ikinci dərəcəli, ha? Bir dənə ikinci dərəcəli. Bu, deməli, Nektar Nastavleniya kitabındandır. Birinci beyt. Vaço vegam manasakroda vegam, civa vegam udarapasta vegam, tam vegan yovişayheta dihram. Sarvam apimam prithivim sashishya. Tərcüməsi belədir. Ha, tərcüməsini deyirəm. Nektar Nastavleniya yazın. Nektar Nastavleniya mətn 1. Bu ikinci dərəcəli cavabı da. Ha, ikinci dərəcəli olandır da, keyfiyyət. Mətn 1. Birinci beyt. Vaço vegam manasakota vegam. Bu çox vacibdir ruhani ustaddan tələb. Ruhani ustad olmaq üçün tələb olunan keyfiyyət bax budur, əsas. Mənim üçün əsasdır, amma burada yazır ki, əsas o birinci ikisidir. Bu ikinci dərəcəlidir. Deyir ki, oturmaqdan yoruldu. Gör, nəyəsə üstə qoyub yazmaq lazımdır da. Gələn də. Gələn dəfə bir şey fikirləşmək. Heç nə olmaz. Gələn də bir şey çıxmır. Ha. Gələn də O gətirib belə 2 dənə qoysa. 2 dənə qoysaq bəsdir. Bunlar birində oturur, siz də birində. Aşağıda stol var, gələn dəfə. Ha? Ha, sağda bir dənə də gətirir deyə. 2 dənəsini gətirərik də. Gələn dəfə. Prapular birində oturur, matizlər birində. Deməli, uravnoveshenный Azərbaycan dilində necədir? Yüksək səviyyə. Taraz. Tarazlaşmış vəziyyətdə, ağlı tarazlaşmış. Tarazlığını demirəm. Ha. Müvazinəti. Müvazinətin saxlayan insan, hə? Əqli müvazinət. Deməli, nitqinə yazın. Nitqinə. Тот, кто владеет речью, да? Da. Владеет или управляет? Yox, bu bir dənə beytdir, yazırsınız. İkinci dərəcəli keyfiyyətdir də. Там как идет? Управляет или владеет? Upravляет. Тот, кто Nitqinə, ağlına. Nitqinə, ağlına, qəzəbinə. Nitqilə, ağlına, qəzəbinə 3. Yazdınız. Dilinə, mədəsinə və bir də cinsiyyət istəyinə. Cinsi istəyinə. Nitqinə, ağlına, qəzəbinə. Dilinə, mədəsinə və cinsi istəyinə. Nəzarət eləməyi bacaran. Taraz insan, yaxud da ki, müvazinətini saxlayan insan uravnoveshenный человек. Bütün dünyada şagird qəbul eləmək üçün lazımi keyfiyyətlərə malikdir. Bütün dünyada şagird qəbul eləmək üçün lazım olan keyfiyyətlərə malikdir. Bu 6 şeyə nəzarət eləməyi bacaran. Bütün dünyada şagird götürməyə tələb olunan keyfiyyətlərə malikdir.
Hansı 6 dənə oldu ki, çox şeydir, vacib şeydir. Şagird öyrətməyə. Götürməyə, şagird götürməyə, şagird qəbul eləməyə. Belə yaz, şagird qəbul eləməyə. Şagird qəbul etmək üçün tələb olunan keyfiyyətlərə malikdir. Bu 6 dənəsi. Nə hansı oldu? Nitqi, ağlı, qəzəbi, Nitqi, ağlı, qəzəbi, dili, mədəsi, bir də cinsiyyət istəyi. Bu 6-sını nəzarət edən taraz insan, belə yazılır. Bu 6-sını nəzarət edən taraz insan bütün dünyada özünə şagird qəbul eləmək üçün lazım olan bütün keyfiyyətlərə malikdir. Əsas da budur. İndi bunu burada ikinci dərəcəli qoyurlar. Əsas qoyurlar ki, o müqəddəs kitabları dərindən bilir. Bir də ki, Tanrıya sığınır. Bunlar vacibdir. Ki, bu ikisi olsun. Bu ikisi olanda bunlar öz-özünə gəlir. Deyilmi? İndi bir dənə də yazırsınız doполнительный kачество var bir dənə. Bu doполнительный, əlavə bir keyfiyyət. Əlavə keyfiyyət. Hə, ruhani ustadın əlavə Я keyfiyyəti. очень извиняюсь, много осталось? Нет, все. Bir dənə doполнительный keyfiyyət, əlavə keyfiyyət yazırsınız. Böyle bir dördüncüdür. Bunu da yazırsınız əlavə keyfiyyət. Ruhani ustad üçün tələb olunan əlavə keyfiyyət. Bu da bilsiz nədir? Onun şagird ardıcıllığı silsiləsindən məxsus olmağı. Onun şagird ardıcıllığı silsiləsindən məxsus olmağı. Bu əlavə keyfiyyətdir. Но очень важно. İndi görürsünüz burada indi Ola bilər ki, yəni bu olmayacaq, yoxsa necə? Нет. Нет. Şagird. kimsə çıxır da bu döyülsə, burada sadalananlar yoxdursa, deməli o həqiqi ruhani ustad deyil. O nədirsə ya. Yox, burada sağlananlar var, sadəcə olaraq ustadı yoxdur. Onda o unsurların həqqi sayılmır. Sayılmır. O mütləq şagird ardıcılığı silsiləsində olur. Onun şagird ardıcıllığının Silsiləsindən mənsub olmaq. Tanrıdan gələn, siz onu Tanrıdan gələn şagird ardıcılığı silsiləsindən mənsub olmaq. Tanrı deyərsən. Идущий от Бога. Вот наша удача в этом, что мы... Bəs bu birdən bu lövhədə yazdığımız nəzəriyyə var. Nəzəriyyət də bu düzədir. Bunu bilməyən adam, bunu praktikada tətbiq edirsə, o necə olur? İnsanıza tətbiq edir. O demək, yox, var. O demək ki, Çinovnikləri böyük pul təklif edir. Mən atqaz edib bura gəlmişəm. Dövlət çinovu. Mən atqaz edib bura gəlmişəm. Demək, aşağıdan hərəkət etməmişəm, yuxarıda gəlmişəm ki, məbəddən hərəkət edir yuxarıda. Mən onu heç kimlər deyil. bu təbii, deməli bu təbii olduğuna görə əslində, yəni Tanrının fədaisinin əhval-ruhiyyəsi təbii olur və təbii insan gəlir. Sadəcə olaraq onun yaşadığını, həyatda yaşadığının fəlsəfi izahı var. O yaşayır onu, amma onun fəlsəfi izahını öyrənirlər ki, bu nədən? Ona görə də o mümkündür ki, insan bu fəlsəfəni bilmədən keyfiyyətlərə malikdir. Bu demək ki, o keçmiş həyatından gətirib. Ona görə deyilir ki, Gopilərin Krishna xidməti Vrindavanda sayılırdı xidmətin ən alisi, amma onların Vedalarına xəbər yoxdur. Bunlar Vedalar bilmirlər. Amma fədailərin ən idealıdırlar. Saflıq məqamları, saflıq. Ancaq onların o biliyi bagaj formasında Realizasiya formasında yığıblar köhnə həyatdan. Yəni ki, biz belə başa düşməliyik ki, belə söhbəti bu cür başa düşməliyik. Bu fəlsəfəni öyrənmək, bunu praktikaya tətbiq eləmək son nəticədə bunu içimizə yığıb gəzdirmək üçün deyil, bunu keyfiyyətə transformasiya eləmək üçün. Keyfiyyətə transformasiya eləmək üçündür ki, bizdə bu keyfiyyət dəyişikliyi eləsin. Keyfiyyətə transformasiya eləyəndə sən bizim öz içimizdən elə bir dənə bilik okeanı çıxır ki, içindən elə bilik çıxır. Bunlar hamısı onun yanında baxasan ki, heç nədir. Əlifbadır. Biri var yaşayasan, biri də var nəzəriyyə. Bəli. İndi ona görə də biz onu
o keyfiyyətə transformasiya eləmək üçün bunu keçməliyik ki, biz də onların keyfiyyətə... Yemək də belədir. Açılsın da, içəridən açılsın. Məsələn, yemək buradan yeyilir, baxın. Hı hı. Kobud qida. Hı hı. Halpiriya bundan məndən yaxşı bilir. Yemək buradan yeyilir. Uddun, getdi mədiyə. Onun transformasiya prosesinə baxın. Yemək çevrilir qana. Yeməkdən qan, yeməkdən yaranır. Qandan yaranır isə pi. Qandan pi ayrılır. Pidən sümük maddəsi, buynuz maddəsi ayrılır. Onun içində ilik alınır. İlik. Yeməyin transformasiyası bu, nəcibləşmə prosesi. Sonra bu ilik, əgər insan ruhi praktika ilə məşğul olarsa, onun daha incə maddi enerjiyə transformasiyası baş verir. Ona görə deyirlər, человек есть то, чего он есть. Nə yeyirsən, olsan. Çünki yemək birbaşa şuura təsir edir. O ruhi praktika ilə məşğul olanda aşağı çakralarda o yeməyin o son məhsulu çevrilir, yoqada deyirlər, tejas deyilən bir enerjidir. Tejas. Çevrilir o enerjiyə, onurğa sütunu vasitəsilə başlayır yuxarı qalxmağa. Əgər ruhi praktika ilə məşğulsansa, onda o yeməyin axırıncı məhsulu çevrilir nəcib enerjiyə, maddə enerjiyə, nəcib. O spinnoy mozq, onurğa sütunu vasitəsilə qalxır başa, bir də bura. Belə insanlarda sifətində nur olur. Baxırsan, gəzir belə minlik lampoçka kimi. Minlik lampoçka kimi nur saçır. Не обязательно. Ona görə də belələrinə deyirlər nurani insan. Ona görə bu qaldırıb bu sifəti. Amma ruhi praktika ilə məşğul olmayanda, məhz elə ruhi praktika ilə məşğul olmadığına görə insanda cinsi istək güclü olur. Niyə görə? Çünki bu ya transformasiya olmalıdır, ya da çıxmalıdır. Transformasiya eləməyəndə onda biz cinsi istək bizdə üstünlük təşkil edir ki, bu çıxsın insanlar. İstər qadında, istər kişidə. Buna görə də eləcə də naxud da ki, mazut kimi yerdən çıxardılar, mazut şeydə Sibirdə görmüşəm. Mən orada xidmət edirəm. Sonra onu doldururlar nefti prerabotovşi zavoda. O orada pererabotkadan keçir, gəlir. Sonra birinci nə bilim ayrılır solyarka, nefit, sonra nə bilim benzin filan benzin, sonra gəlir samolyot benzini, sonra spirt. Daha onun tərkibindən lap nəcibini aralaya gətirirlər. Hansı ki çıxanda o belə palçıq şəklində çıxır. Oradan asfalt alınır, mazut ayrılır, başa düşürsünüz, hamısı belə ayrılır. Həmən o palçıqdan. Beləcə də biz danışdıq, mən bunu nümunə gətirdim nəyəm? Nədən danışırdıq? Biz çobuk Keyfiyyətə çevirməlidir. Yox. Biz bunu dedik ki, bilik bizdə, bu aldığımız bilik, əzizim bu keyfiyyətə çevirmə, transformasiya olmalıdır. Transformasiya keyfiyyətə transformasiya, kaçısı var. Ona görə də bu insanlar ki, hansılarda ki, keyfiyyət var, ola bilsin ki, bilik olmasın. Keyfiyyət, çünki onu transformasiya edir bu keyfiyyətə. Köhnə həyatında, bu həyatında ondan yaşayır. Kopilər kimi. Aha, indi axırıncı fikrimiz oldu nə? O şagird ardıcılığı silsiləsinə mənsub olmalıdır. İndi bunun mənası barədə bir 3-4 kəlmə danışalım, ondan sonra keçəyim 9 olur. İndi bu şagird ardıcılığının əsas təyinatı nədir? Şagird. без изменений передать знания данным Богом, из рук в руки, без искажения, донести. Deməli, bu şagird ardıcılığı silsiləsinin təyinatı ondan ibarətdir ki, buna belə bir nümunə deyirlər. Şuruhani ustadın şagird ardıcılığına mənsub olmasının vacibliyi. Belə bir nümunə deyirlər ki, məsələn, ağacın lap kəlləsində günəşə yaxın olan yerdə. Ola bilir ki, meyvənin ən belə şirəlisi, dəymişi. Orada olur da. Görmüş adətən belə olur da. Aşağılarda həmişə kallar olur. Yetişmişlər, dəymişlər, yuxarıda olurlar. Sən də özü can atırsan onu, necə? Birinci adamın ağlına bilirsiniz nə gəlir? Sizə tanış gələcək. Onu oradan necə
olduğu kimi əldə edir. Orada durduğu kimi düşsün mənim əlimə. Hamının içində bu istək yaranır. Çünki deyirsən də silkələyəcəm, düşəcək amma. Düşəcək, dağılacaq yerdən bir olacaq. Əziləcək. Ləzzət vermir də. Bu yaxında mən getmişdim kəndə. Çıxdım bir dənə şaftalı ağacın üstündə. Az qala yalan olmasın, yarım kiloluq şaftalılar. Yalan olmasın, bu boydaydı. Onlar lap yuxarıdaydı. Mən fikirləşdim ki, mən onları oradakı kimi qopartmaq istəyirəm. Orada necədir, o formada düşürtmək. Çıxdım nərdivandan filan, bir nəfər də qoydum aşağıya. Mən oradan qopardım, verdim ona ki, elə də gətirdim, çıxartdım Bakıya. Bu boydaydı. Az qala biri yarım kilo. İndi sözüm ondadır ki, adam ağacın kəlləsində yetişmiş bir şey görür və fikirləşsən ki, mən onu istəyərəm ki, oradakı kimi əlimdə olsun. Onu da deyir ki, bir neçə metod ola bilər. Məsəl üçün, çubuqla vurursan düşəcəkdir, daşla vurarsan düşə bilər, ağacı silkələyərsən düşə bilər. Bunların hamısında o sənin əlinə oradakı kimi gəlib düşməyəcək. Ona görə də deyilir ki, onun oradakı kimi gəlib aşağıya düşməsi üçün sən özün bir nəfər çıxır ora, hə? Özünüz cəhdirin. Yox, biri çıxır ora, biri çıxmalıdır yuxarı, lap yuxarı, necə, nərdivanla, ona yaxın getməlidir. Sonra onu qopardandan sonra biri ondan aşağıda dayanmalıdır, biri ondan aşağıda, bir də yerdə. Bu əldən ələ verir, o ona verir, bax gördün nə, o da verdi ona, o da verdi ona, getdi, oradan necə qopartmışsan yerdə o cür olacaq. Hə, əldən ələ. İndi ona görə də deyilir ki, ən kamil varlıq Allahın özüdür. Ən mükəmməl odur. Ondan aşağıda hamıda müəyyən bir pregrişeniya, yəni müəyyən bir çatışmayan cəhətlər var, necə mələklər də belə. Ən kamil odur, ən mükəmməl o özüdür. Və o tam transendental səviyyədədir. Yəni ki, bütün maddiyyat söhbətindən, ikili söhbətlərdən yüksəkdə durandır. Və yeganə xilaskar da onun özüdür. Əslində. Əslində xilaskar Tanrının özüdür. Prosto yerdə qalanlar onun nəyi ola bilirlər bu işdə? Köməkçiləri ola bilirlər, nə bilim, xidmətçiləri ola bilirlər, deyil. Amma əslində xilaskar da özüdür, missioner də özüdür, ustad da özüdür, quru da özüdür, hamısı özüdür. Sadəcə olaraq özündən aşağıdakilərə bu özünün şeyini verə bilir. Deyirlər, falnamoci. Səlahiyyətini verə bilər. Tanrının səlahiyyətini. Amma əslində hamısının başında duran özüdür. Ona görə indi bu mükəmməldən, kamildən, tam ən ali ustaddan o yetişmiş bir şeyi o istəyir ki, versin bizə. Yetişmiş bir şeydir. Ruhi dünyanın yetişmiş bir varıdır. Onu istəyir versin bizə. Ona görə də onun içində hamının olduğu kimi qəbul eləmək qabiliyyəti var. Tanrıda belə bir ən güclü, gözəl keyfiyyətlərdən biri də odur ki, hamının olduğu kimi qəbul eləmək. Hamının olduğu kimi qəbul eləmək üçün hamıya haqq qazandırmaq lazımdır. Bütün səviyyələrə gərək haqq qazandırasan. Onda əks halda sən nətər hamının olduğu kimi qəbul edə bilərsən? Mən sizə haqq qazandıra bilməsəm, sizin hərəkətinizə, sizin dünya baxışınıza, sizin səviyyənizə haqq qazandıra bilməsəm, mən sizi necə olduğunuz kimi qəbul edə bilərəm? Eləyə bilməyəcəm. Mən cürbəcür şeylər tapacam sizdə. Belə də. Deməli, mən sizi olduğunuz kimi qəbul etmək üçün mən gərək sizi haqq qazandıram sizin vəziyyətinizə ki, başa düşməyə çalışam ki, sən niyə görə bu vəziyyətdəsən və mən səni başa düşürəm. Buna deyirlər, Allahın adından bağışlamaq. İnsanın olduğu kimi qəbul edəndə ona haqq qazandırırlar. Sən Tanrının əlində alətə çevrilirsən, bağışlamaq alətinə. Sən vasitənlə Tanrı o filan kəsə bağışlayır. Yəni, sənin olduğun kimi qəbul eləmək o demək ki, mən səni bağışlayıram. Quranda da bunlar var ki, Allah həmişə bağışlayandır. Siz nə bağışlayırıq, biz onda? Mələklər bağışlayır. Onda bizdə daveriya yaranır. Belə olanda insanda Allaha nə yaranır? İnam yaranır. İnam belə yaranır da. Sən də qabağında olan bir insanla söhbət edəndə
sən onun mənfi cəhətlərini filan bir yerdən başına vurmasan, sən onu başa düşməyə çalışsan, olduğu kimi qəbul etmək. Bu təbliğatçının ən güclü keyfiyyətidir. Təbliğatçı olmaq üçün bu çox vacib şeydir. Qabağındakı insanın əldə elədiklərinə baxmırsan, onun pak, saf ruhi təbiətinə, Tanrıya olan sevgisini görməyə çalışırsan. Bu təbliğatçı üçün çox güclü keyfiyyət, vacib keyfiyyət. Çünki bilirsən ki, realı və əbədi olanı budur. Ətrafındakılar bunların hamısı bunun illüziyasının məhsuludur. Və o şəfqətə layiqdir ki, sən ona sıstradan ilə baxasan, şəfqət. Bu təbliğatçı üçün tələb olunan güclü keyfiyyətdir. Ona görə də Tanrının o verdiyi, o ruhu dünyadan verilmiş o dedim, dadlı bir şey var. Bax, onun içində bax, bu var. Hamını olduğu kimi qəbul eləmək. Ona görə də müqəddəs kitablardan istənilən insan öz mövqeyini haqq qazandıra bilir. Bu da nə üçündür? Bu da ona görədir ki, Tanrı hər bir insanın fərdiyyətinə, şəxsiyyətinə böyük inam və hörmət bəsləyir. Tanrı özü. Hər bir insanın fərdiyyətinə, şəxsiyyətinə böyük və bir də ona görə də onun müstəqilliyini qoruyur həmişə. Sən günah eləməyə icazə verir, amma müstəqilliyi əlindən alır. Təsəvvür edirsiniz? Deyir, mən qanunlarımı poz, amma sənin müstəqilliyi əlindən almıram. İcazə verir ki, onun qanunlarını pozasın. İmkan verir. Amma müstəqilliyi əlindən alır. Heç vaxt qarşındakını cəzalandırmaz və mənim etdirmir. Bəli. İndi buna görə də bu yetişmiş məhsul deməli, hər bir insana Tanrının həmən bu bağışlama mərhəmətini ötürə biləcək bir əllə gəlməlidir. Bir əl onu gətirməlidir. Tanrının mərhəməti olmadan nə onun biliyini, nə onun özünü başa düşmək mümkün deyil. Tanrının mərhəməti olur. Və mərhəmətdə canlı ötürülür. Canlıdan canlıya, şəxsiyyətdən şəxsiyyətə ötürülür. Mərhəmətin ötürülmənin 3 yolu var. İstəyirsiniz yazın. Tanrıdan mərhəmətin gəlməyi, daha insandan insana mərhəmətin ötürülməyi, bu çox... Burada yazaqdır, mərhəmətin ötürülməyi 3 yolu var. Ha, belə yaz. Belə yaz, indi sonun dalınca başqa şey deyəcəm. Mərhəmətin ötürülməyinin 3 yolu var. Biri baxışlandır, biri fikirləndir, biri də sözlə, dillə. Bir baxışla insana belə və baxışından deyirsən ki, baxışında sənin şəfqət var, baxışında sənin ehtiram var, hörmət var qabağındakına. Onda mərhəmət ötürülür səndən. Tanrının mərhəməti səndən ötürülür o insana. İkincisində fikir var, sən ağlında düşünürsən. Adam uzaqdadır, onun haqqında düşünürsən, çox yaxşı insandır və çox filandır, müsbət fikirlər. Onda səndən ona mərhəmət gedir. Allahın mərhəməti sənin vasitəndən ötürülür. O hiss edir onu. Və üçüncüsü isə sözlə olur. Sən konkret sözlə adama deyirsən ki, sən çox yaxşı insansan, sən çox yaxşı oğlansan, ya sən çox gözəl filansan. Ona görə də deyilir ki, ilahidən mərhəmət 3 vasitə ilə ötürülür. Fikir, söz, bir də baxış. Buna görə də müqəddəs bir şəxsiyyət gələndə hamı çalışır ki, onun gözünə görsənsin. Mənə baxsın, o. Hamı istəyir ki, mənə baxsın. Yəni, baxışı mənə dəysin. Çünki bilir ki, onun baxışı buna dəysə, ondan mərhəmət gəlir. Başa düşürsünüz? Təsadüfi deyil. Və yaxud da ki, gedirik onun qəbuluna girək ki, bu mənə nəsə desin. Çağırır, quru deyir, o ki, iskirində. Sən çox, o söz, mərhəmət getdi. Baxış olanda, yəni, heç bir söz yoxdur. Baxırsa söz yoxdur. Belə baxır, gözü ilə deyir ki, sənə baxırsan ki, o sənə çox məhəbbətlə baxır. Mən bir dəfə elə bir epizod yarandı, mən onun üstünə görə baxdım, qayaq ki, nə manqo kimi baxırsın, bir söz də bilmədim. Mən yenə heç nə demədim, saldı başına aşağı çıxdım. Yəni, sənə söz deyirəm, sözümü cavaba verir. Nə manqo kimi deşkətlə baxırsın. Hansı ki, mən artıq içimdə o sözləri deyirdim. Lazım olan sözləri içimdə. İndi baxışdan baxışa fərq var. Əgər baxışda sözün əsl mənasında təmənnasız, heç bir təmənnasız, saf niyyətlə varsa ki,
sən çox yaxşı insansan, sən çox saf, təmənna yoxdur. Çünki insan təmənna ilə də gəlib deyə bilər ki, sən çox yaxşı fədaisən, sən çox. Hiss edirsən ki, bu adamın öz məqsədi var, təmənnası var. Onda mərhəmət sadaxı beləmir. Amma bir də baxsa ki, insan safdır, tamamilə heç bir təmənnasız, zasız deyir ki, sən çox yaxşı adamsan, sən çox yaxşı fədaisən, ya sözlə, ya baxışla deyə bilirsən. Baxırsan fədaiyə və sənin için, ya da insana, küçədə insana və sənin içində gedir ki, bu çox gözəl insandır, çox yaxşı, bu səmimi özdə olmalı. Ona görə də 3 yolla ötürülür mənim, düzdürmü? İndi başqa yerdə ruhani ustadın, mən sizə deyəcəm, ruhani ustadın 22 xarakteristikası, keyfiyyəti. Ruhani ustadın keyfiyyətləri, xarakteristikalarından birinin odur ki, o deyir ki, o, Tanrı Həzrət Vişnunun mərhəmətinin mücəssəməsidir. Quru, ruhani ustad, Həzrət Vişnunun mərhəmətinin mücəssəməsi. Ona görə də müqəddəs yazı mömin şəxsiyyətlə bir yerdə gəlir. Ruhani ustadla. Ki, o həmin o şeyin başa düşülməsi üçün Tanrının mərhəməti ondadır. O, öz mərhəməti vasitəsilə şagirdin diqqətini məhz lazım olan yerdə özünə haqq qazandırmağa yönəldir. Ruhani ustad şagirdə deyir ki, bax, bu səviyyə özünə haqq qazandırmağın bu səviyyəsi ən ideal səviyyədir, ən yüksək səviyyədir. Aşağıda gəlib sənə deyir ki, sən ət yeyirsən, siqaret çəkirsən, eybi yoxdur. Haqq qazandırdı, gördünüz. Haqq qazandır, eybi yoxdur. Mən səni qəbul edirəm. Bu deyir ruhani ustad. Amma davam edir sonra necə? Sonra başlayır bunun həqiqətini dərinləşdirməyə. Deyir ki, başa düşürsənmi? Sən bunu içməsən, yeməsən. Bu səviyyədə ora haqq qazandır deyil, amma orada saxlamadı onu. Biraz yuxarı qaldırır ki, sən burada özünə haqq qazandırsan. Yəni, haqq qazandırdım sənə çox istədiyimi. Bəli, ehtiramıma görə. Bunları eləməsən daha sənə çox istəyir. Bəli, bunlardan yuxarıda özünə haqq qazandırsan, sənə haqq qazandırsan. Tanrı səni burada da haqq qazandırır. Çünki sən, o deyir ki, mənim sənə sevgim, Allah sənə deyir, şəxsən. Deyir, mənim sənə sevgim əbədidir. Asılı deyil ki, sən nə ilə məşğulsan və nə edəcəksən. Sən bunu qəbul etməyə hazırsan. Mən sevim ki, dəyişmir. Mən insan deyiləm, mən Allah alə şəxs. Ona görə mən sevirəmsə, mən həmişə sevirəm, əbədi sevirəm. Yox ki, bugün sevirəm, sabah sevirəm, belə deyil. Yox, sən sabah günah eləyirsən, deyirlər, günahkarları Allah sevməz. Bu yalan söhbət. Bu yalan söhbətdir. Bu yalan söhbətdir. Tanrı hamını sevir, özü də həmişə sevir. Onun sevgisi nə dəyişir, nə də tükənir. Sadəcə olaraq biz ona qarşı münasibətdə dəyişirik. O dəyişmir, o dəyişməz. İndi bu mənada da ruhani ustad şagird ardıcıllığın vacibliyi ondadır ki, bu şəxsiyyət Tanrının mərhəmətinin daşıyıcısıdır. Amma bu fəlsəfə isə bu kitab, bu bizim istənilən səviyyəmizə haqq qazandıran bir ləzzətli bir dənə meyvədir, bardır. İstənilən səviyyə üçün haqq qazandırır. Ona görə də ruhani ustad orada şagirdə hansı səviyyədə özünə haqq qazandırmağın daha sənin üçün qiymətli olduğunu sənə göstərir. Məsəl üçün, demirlər, Brahmanda gəlib özünü həll edən insanlar da haqq qazandırılırlar. Amma Brahman nura Allahın nuruna qərq olur. Bu da bir yoldur. Hatha yoga ilə məşğul olan da deyirlər ki, bu da bir yoldur da, haqq qazandırılır. Amma hamısından ən yuxarıda deyir ki, bax, bhakti, prema ən yüksəkdir. Gəl, orada özü haqq qazandıraq. Gəl, sənə orada haqq qazandıraq. Ruhani ustad deyir, bax, özü orada haqq qazandıraq. Gəl, sənə orada haqq qazandıraq. Sevgi səviyyəsində. Ona görə də şagird ardıcılığı silsiləsinin vacibliyi ondadır ki, həmən o meyvə hansı ki, mükəmməldən gəlir, o mükəmməlliyini itirməz. Və ona görə deyilir ki, ruhani ustadın kvalifikasiyalar, keyfiyyətlərindən biri odur ki, o dediyi vacib keyfiyyətindən biri ondan ibarət ki, o müqəddəs kitabları dərinliyi ilə başa düşür. Yəni, həmən o meyvə var, o Tanrı verir, mükəmməl. Onun mahiyyətini dərk edib tamamilə. Və də Allah alə şəxsin nilüfər qədəmlərində sığınacaqdır. Yəni, nətəri? O özünü 100% bunu olduğu kimi ötürməyə instrument edir.
30 nədir? Ruhani ustad özünü 100% həmən bu Allahdan almış mükəmməl bu mükəmməl bir şey. Vasitələr yaratır. Bəli. Olduğu kimi ötürmək üçün özündə tam keyfiyyətləri yaradır. Onu, bax, belə şəxsiyyətlərdən ibarət ardıcılığa deyirlər şagird ardıcılığı. Daha ustad demirlər. Şagird ardıcılığı deyilir. Çünki hər bir müəllim özünü müəllimin şagirdi sayır. Şagirdiyin ustadı yox. Birinci növbədə. Hər bir müəllim özünü müəllimin şagirdi sayır birinci növbədə. Şagirdiyin müəllimi yox. İlk növbədə o özünü müəlliminin şagirdi kimi aparır. Sonra şagirdinə müəllimlik edir. Ona görə də buna deyirlər şagirdlər silsiləsi, müəllimlər silsiləsi demirlər. Faktiki hamı şagirddir. Bir dənə müəllim kimdir? Krişnanın özüdür, vəssalam. Yerdə qalan hamı şagirddir. Sadəcə olaraq hər növbəti gələn özündən qabaqdakından aldığına görə ona müəllim kimi baxır. Amma o özünə müəllim demir. O deyir, mən ustadımın şagirdiyəm. O bir də deyir, mən ustadımın şagirdiyəm. O da deyir, mən ustadımın şagirdiyəm. Axırı deyib çıxır Krişna. Hamı deyir ki, Krişnanın şagirdiyik. Ona görə də deyilir, şagirdlər silsiləsi. Müəllimlər silsiləsi deyil. Vacibliyin bildiniz nə üçündür? Mən sizə bunun bu çoxdur. Mən ona görə mən danışsam, bunu xırdalasam, gedəcək başqa tərəflərinə. Niyə görə şagird ardıcılığı vacibdir? Amma mən vaxt azdır, ona görə mən основной şeyləri deyirəm sizə, əsas şeylər. Burada bir dənə beyt də var, o beyti də yazın və salam. Tutardı. Axıda bir dənə beyt qalıb, baxarım. Bu beyt Bhagavad Gita 2.46. Bhagavad Gita 2.46. Sizdə niyə həmişə vərəqdir matematik? Həmişə yox, это первый раз. Bhagavad Gita 2.46. Hazırsınız? Yavan artha udapani sarvata sam Plutodaki tavan sarveşu vedeşu brahmanasya vijanatah. Deyir ki balaca gölməçənin ödeyə biləcəyi bütün tələbatları böyük su hövzəsi tələbatları. Böyük su hövzəsi, böyük su gölməçəsi, böyük su hövzəsi tamlığı ilə həyata keçirə bilər. Bir dəfəlik, bir dəfəmə. Kiçik tələbatları edəmir, balaca gölməçənin ödeyə bildiyi kiçik tələbatları все нужды, которые удовлетворяет маленький колодец, может сразу удовлетворить большой водой. Kolodец yazılmadı. Quyu deyir kolodец. Quyu gölməçə eləmək. Udovlетворяет маленький колодец. Balaca bir gölməçənin həyata keçirə bildiyi bütün tələbatları böyük su hövzəsi bir dəfəmə tamamilə həyata keçirə bilər. Beləcə nöqtə, beləcə də belə bu şeydir, bu biz nədir? Sıravneniya, bu uyğunlaşdırmadır. Əsas məsələ ikincisi. Сразу может удовлетворить большой водоем. Beləcə də
Vedaların ali təyinatı kimə məlumdursa, Veda biliyinin ali təyinatı kimə məlumdursa, Veda biliyinin ali təyinatı kimə məlumdursa, onlarda təsvir olunan bütün rifahı əldə edə bilir. Onlarda təsvir olunan bütün rifahı əldə edə bilir. Veda biliyinin ali təyinatı kimə məlumdursa, onlarda olan bütün rifahı, onlarda təsvir olunan bütün rifahı əldə edə bilir. Yasa bilmədim. Niyə? Bir də deyim. Beləliklə, Vedaların ali təyinatı kimə məlumdursa, onlarda təsvir olunan, orada təsvir olunan bütün rifahı əldə edir. Ali təyinatını bilirsə, deyir ki, Vedaların gətirdiyi təsvir elədiyi bütün rifahı əldə edə bilir belə insan. Bütün rifahı. Bəli, bu ruhani ustadın mövqeyindən bir yerə belə. Поэтому bu Prabhupada kitablarını öyrənməklə deyil, insan həyatının ali məqsədinə nail olmaq və müqəddəs Vedaları tamamilə dərk eləmək imkanı əldə edir. Prabhupada kitablarını öyrənmək. Vedaların ali məqsədini. Onun ki, Prabhupada kitablarını öyrənməklə insan Vedaların ali məqsədini dərk eləmək imkanı əldə edir və insan həyatının ali məqsədinə nail olur. Ona görə də biz Prabhupada kitablarını öyrənməklə məşğuluq. İndi 5-ci dərsin sualını yazın. Ona görə də insan Prabhupada kitablarını öyrənməklə Vedaların ali məqsədini dərk eləmək imkanı əldə edir və insan həyatının ali məqsədinə nail olur. 5-ci dərsin sualı. Deyir ki, amma sual belədir. Amma Vedalar o qədər ətraflı və genişdir ki, bu 5-ci dərsin sualıdır. Həqiqətənmi Şrila Prabhupada kitablarını öyrənməklə Vedaların mahiyyətini başa düşüb kamilliyə nail olmaq olar. Həqiqətənmi Prabhupada kitablarını öyrənməklə Vedaların mahiyyətini anlayıb kamilliyə nail olmaq olar. Bəli, həqiqətənmi bu belədir. Axırı biz qurtardıq ki, Prabhupada kitablarını öyrənmək. Həqiqətənmi Prabhupada kitablarını öyrənməklə Vedaların mahiyyətini dərk edib kamilliyə nail olmaq. İndi elə bil ki, biz buna sübut dəlil gətirməliyik ki, doğrudanmı Prabhupada kitabları bəhs edir. Gələn 5-ci dərs bundan olacaq.